Hal-hazırda bir ölkəni daha tərk edirik. Çini artıq gəzib qurtardıq. 24 gün idi Çində idi. Amma deyə bilərəm ki, çox möhtəşəm bir 24 gün idi. Gəlib gəzmək istəyənlər çox möhtəşəm bir yer idi. Həm vizasız, həm qiymətləri münasib. 10 manata, 9 manata hostellər tapa bilərdiniz. Yəni çox münasib bir yerdir üçün. Həm də gəzməli, görməli yerləri həddən artıq çoxdur. Və ən çox bəyəndiyim şəhər də Şanxay oldu. Çox möhtəşəm müasirliyə sahibdir. Bunları deyə bilərəm. Deməyin ki, getdi gəzi video atmır. Video da atmışam. Atmağa da davam eləyəcəm. Kameramın yaddaşda oldu. Sadəcə Çində biraz blokadada olduğumuz üçün çox video atmadım. Amma hər cür videomuz mövcuddur. Yavaş-yavaş indi Malayziyaya gedirəm. Malayziyaya keçəndən sonra yavaş-yavaş o videoları həm YouTube-a, həm TikTok-a yükləyəcəm. Bir də onu deyim ki, ən rahat şəkildə o çox sual gəlir ki, bileti necə alırsan, neçə alırsan, sizə onu deyə bilərəm ki, ən rahat şəkildə aviaservisdən ala bilərsiniz. Yəni aviaservislə mənim heç bir belə deyim də alverim yox, sponsorluğum yox. Sadəcə həqiqətən aviaservis option dünya üstündə bütün saytları araşdırır, ən ucuzun qarşınıza çıxardır. Yəni 500 manat azaldan girib 500-600 manata olan bileti aviaservisdən girib 330 manata, 300 manata Çinə ala bilərsiniz. Yəni bu şəkildə.